İranın yüksək vəzifəli rəsmisi Reuters agentliyinə bildirib ki, Amerika Birləşmiş Ştatları ilə əlavə danışıqlar martın əvvəlində keçiriləcək. Müvəqqəti razılaşma da mümkündür. Yüksək vəzifəli mənbə bildirib ki, Tehran zənginləşdirilmiş uranın bir hissəsinin ixracının zənginləşdirmə səviyyəsini azaltmağı və regional uran zənginləşdirmə konsorsiumu yaratmağı ciddi şəkildə nəzərdən keçirməyə hazırdır. Lakin bunun müqabilində İranın dinc nüvə zənginləşdirməsi hüququ tanınmalıdır. Bundan başqa qeyd edim ki, İranın əsas tələbi və Amerika ilə Vaşinqtonla Tehranı razılaşdıra bilmədiyi məsələlər İslam Respublikasının üzərindən məhdudiyyətlərin Qərbin, əsasən də ələlxüsusda Amerika Birləşmiş Ştatlarının sanksiyalarının götürülməsidir. Bunda yola gəlmirlər, amma martın əvvəlində danışıqların növbəti raundunda bu və digər məsələlərin yoluna düşməsi gözlənilir. Bu gözlənilir, o gözlənilir, amma İrana hücumlar da gözlənilir. Çünki bəzi ölkələr elə Almaniyaya götürək, Friedrich Merz demişdi ki, ümumiyyətlə Almaniya öz vətəndaşlarının İrandan çıxmağına digər ölkələr kimi, Avropa ölkələri kimi çağırış edib. Çünki Amerika, Friedrich Merz demişdi ki, Amerika Birləşmiş Ştatları hər an İrana yüngül xırda əməliyyat keçirə bilər, zərbələr endirə bilər.